Hamınıza salam dostlar. Bu videoda Honor X9D adlı telefonu inceləyəcəyik və həmən başlayaq. Bu videoya keçməmişdən əvvəl sizdən bir xahişim olasıdır. O da odur ki, dostlar, bu videoya like ataraq kanala abunə olmağı unutmayın və həmən başlayaq dostlar. Dostlar, telefonun arxa görmüş olduğunuz kimi hissəsində Matrix düzülüşündə bir kamera mövcuddur. Yəni kamera sistemi bu şəkildədir. Çərçivələrinin plastik olduğunu görürük və yan hissəsi görmüş olduğunuz kimi barmaq izi oxuyucusu Power on off düyməsi orada yerləşdirilib və görmüş olduğunuz ön tərəfdən də olduqca incə çərçivəyə və aşağı tərəfdən bir Type-C girişinə və sim yuvalarına, həmçinin alt-üst dinamiklərə sahibdir və iki tərəfdən də həmçinin burada necə deyək, mikrofonu görmək mümkündür. Sadəcə burada yəni bu plastik çərçivədir. Burada heç bir metal çərçivədən söhbət gedə bilməz. Bu da telefonun dostlar mövcud olan rəng seçimləridir və həmən dostlar bu telefonun incələməyə başlayaq. Dostlar, telefon 5G-ni dəstəkləyir və 193 qramdır bu telefon. IP69 su sıçramalarına qarşı dayanıqlıdır və su altında da müəyyən qədər dayana bilən bir telefondur dostlar. Və bu telefon ağır deyil, elə də 190 qramdır, ancaq burada böyük bataryaya sahibdir. 5G-ni dəstəkləyən smartfonumuzun AMOLED ekranı mövcuddur və bu Full HD Plus bir ekrandır. 427 ppi-lik yüksək piksel sıxlığına sahibdir və burada Qualcomm Snapdragon 6 Gen 4-ünü görmək mümkündür. 4 nanometr prosesorumuzun Adreno 810 kimi yüksək səviyyəli bir qrafik kartı mövcuddur və nüvələrinin də olduqca yeni olduğunu görürük. Bu da onun yüksək performanslı bir telefon olmasını gətirib çıxardır və yəni bu şəkildə bir quruluşa sahib telefon və 12 GB RAM, 512 GB daxili yaddaş maksimum mövcuddur. Kameralarımızın 108 megapiksel, 1.8 diafragmalı, 4K 30 FPS və 1080p 30 FPS video çəkir. Ön kameramız isə 16 megapikseldir, f2.5, 1080p 30 FPS video çəkir. Ön kamerası çox zəif olsa da, arxa kameraları çox yaxşıdır. Bir dərinlik sensoru var, bir də necə deyək, makro kamera olmalıdır burada. Dostlar, telefonumuz yəni ekranın altında bir barmaq izi sensoruna sahibdir. Baxmayaraq ki, mən bayaq demişdim, yanındadır. Bu belə deyil. AMOLED ekran olduğuna görə bunu eləmək mümkündür və cüt dinamikalar olduğunu mən sizə bildirmişdim və bu da doğrudur. Dostlar, telefonumuzun bataryası olduqca böyükdür. 8300 mAh-dır. Yəni 66 Watt-lıq fəriqə ilə necə deyək, olduqca tez yığa bilər, ancaq yenə də bateriya böyükdür. Yəni heç bir söz yoxdur. Telefonun prosesoru da yaxşıdır. Bu da sizi 2-3 gün normal istifadədə, yəni aşağı istifadədə götürə bilər. Telefonumuzun artıq throttling testinə gəlmişik. Dostlar, telefonumuzun throttlingi də yəni bu şəkildədir. Throttling azdır. Yəni heç bir problemi yoxdur. Və dostlar, əsas məsələ budur ki, bu telefonun Antutu halı daha başlı 1 milyondur. Yəni olduqca əlverişli bir Antutu halı mövcuddur. Bu da sizin üçün yaxşı ola bilər. Prosesorun görmüş olduğunuz kimi halı təkcə 362 mindir. Qrafik kartda olduqca yaxşıdır, geri qalmır. Yaddaşı da çox sürətlidir və digər necə deyək, digər funksiyaları da olsa yaxşıdır və 1 milyon xala yaxın bir xal yığır, olduqca əladır. Dostlar, bu videodan bu qədər. Bu telefon hər şeyi arayır dostlar, yəni işlətmədiyi bir şey yoxdur bunun. Antutu halda görünür. Dostlar, telefonun videosu bu qədər. Bu videoya like ataraq kanala abunə olmağı unutmayın dostlar. Çox sağ olun.